Bu geniş miqyaslı toqquşmanın olacağının anonsudur mu, yoxsa necə? Xeyr, mən elə düşünmürəm və Ermənistanın bugün nə qədər silahlansa da o gücü yoxdur ki, Azərbaycana qarşı əzələ nümayiş etdirsin. Bu sadəcə olaraq Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının mətni hazır olması ilə bağlı bəyanatından sonra bəzi maraqlı qüvvələrin aktiv şəkildə hərəkətə keçməsi deməkdir və o qüvvələr də bu sazişin, gözlənilən sazişin pozulması istiqamətində var gücü ilə çalışır. Orada həm keçmiş postsovet məkanında olan ölkələr var, o cümlədən Avropa İttifaqının missiyası, yəni bu məsələdə bir qədər maraqlıdır. Çünki missiya 2 illik fəaliyyəti dövründə, yəni onlar 2027-ci ilin fevralına qədər elə bir mənzərə yaratmalıdırlar və aldıqları böyük məvacibləri bir növ doğrultmaq üçün, yəni bu aktivliyi nümayiş etdirirlər və bayaq sizin də qeyd etdiyiniz kimi onlar mütəmadi olaraq patrul fəaliyyətini həyata keçirirlər. Amma onu da deyim ki, həm Dövlət Sərhəd Xidmətinin əskərləri, həm də Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçuları vəziyyəti tam nəzarət altında saxlayıblar. Hər şey nəzarət altındadır.